Salam dostlar, Uğur IT Akademi YouTube kanalına xoş gəlmisiniz. Mən Kənan, bugün sizlərlə qida dayaqları, AC/DC gərginlik haqqında danışacağım. Videomuza keçməzdən əvvəl sizdən YouTube kanalımıza abunə olmağınızı və videolarımızı bəyənməyinizi xahiş edirəm dostlar. İndi isə başlayaq videomuza. Videomuzu yaxşıca başa düşmək üçün biz əvvəlcə AC və DC gərginliyi nə olduğunu anlamalıyıq. AC alternativ dəyişən gərginlik, DC sabit gərginlikdir. Biz günümüzdə hər iki cəryan gərginliyindən istifadə edirik. AC dəyişən gərginlik, burada diaqramda gördüyümüz kimi dəyişmə göstərir, amma DC sabit gərginlik isə sabit bir düz ox istiqamətində davam edir. AC gərginliyi dəyəri müəyyən aralıqları dəyişmə göstərir. Adətən bizlər öz evimizdə və iş yerlərimizdə 220 voltdan, dünyamızda digər ölkələrdə isə 110 voltdan istifadə oluna bilir. Və biz AC gərginliyi uzaq məsafələrə enerji ötürülməsi üçün istifadə edirik. DC isə gərginlik zamanla dəyişməyən gərginlikdir. Batareykalarımızda, akkumulyatorlarda, powerbanklarda DC gərginlikdən istifadə olunur. Elektron cihazlarımızın bir çoxu da, məsəl üçün telefonlarımız, notebooklarımız, bir çox cihazlarımız da DC gərginliklə işləyir. Bizlər gündəlik həyatımızda AC, yəni ki, dəyişən gərginliyi harada istifadə edirik? Məsəl üçün, kompüterimizi və yaxud telefonumuzu enerjiyə taxdığımız zaman elektrik yuvasından aldığı gərginlik 220 volt olur. Bu 220 voltu bizim cihazlarımız birbaşa qəbul edə bilmədiyinə görə adapter başlığı dediyimiz alət vasitəsilə onlar sabit gərginliyə çevrilir, yəni DC-yə çevrilir. Bizlər ölkə daxilində 220 volt olaraq dəyişən gərginlikdən istifadə eləsək də, dünyada Şimali Amerika və Asiyanın bəzi ölkələrində bu 220 volt dəyəri 110 volt ilə əvəz olunmuşdur. Qida dayağı seçimi, AC/DC gərginlik məsələləri daha çox masaüstü kompüterlərimizin qida dayağında mühüm rol oynayır. Çünki biz masaüstü kompüterlərin bütün komponentlərini kənardan alıb yığdığımız zaman bizim seçdiyimiz qida dayağının gərginliyinin və güc dəyərinin bu tələbləri ödəməsi vacib şərtlərdəndir. Bu şəkildə gördüyümüz masaüstü kompüterin qida blokudur. Bu qida bloku ön tərəfindən 220 volt gərginliyi alır və arxa tərəfdəki naqillər vasitəsilə sabit gərginliyə çevrilərək kompüterimizin ana platasını ötürür. Kompüterimizin ana platası üstündə olan komponentlər hər biri müxtəlif gərginliklə işləyir. Bundan ötürü qida blokumuzun daxilində switching funksiyasını yerinə yetirən bir qurğu var. Bu qurğu 220 voltu alıb sabit gərginliyə çevirən qida blokunun içərisində yer alır və bu qida blokunda olan switching qurğusu RAM üçün, CPU üçün, yaddaş qurğuları və digər komponentlər üçün sabit bir gərginlik dəyəri seçərək hər naqildən onların özünə uyğun olan gərginliyi onların qidalanması üçün ötürür. Qida dayağı 220 voltu birbaşa kompüterimizin anaplatasına ötürə bilməz. Əgər ötürərsə, anaplata üzərində olan bütün komponentlər yüksək gərginlik aldıqları üçün xarab ola bilərlər. İndi sizlərdə sual yarana bilər ki, yaxşı, bəs masaüstü kompüter üçün bu funksiyanı yerinə yetirən xüsusi bir qida dayağı var. Bəs notebooklarda bu proses necə baş verir? Gəlin bu prosesə notebooklarda baxaq. Notebooklarda bu funksiyanı yerinə yetirən bizim adapter başlığımızdır. Adapter başlığımız da bu ön hissəsi ilə 220 voltu alır. Hansı ki, bu naqil 220 voltu alaraq bu adapter başlığını ötürür. Adapter başlığının içərisində bu 220 volt bu zaman switching funksiyasından istifadə eləmədən birbaşa 19 voltu çevirir. Bu 19 volt kompüterimizin ana platasına gedir və bizim notebooklarımız daha çox 19 volt gərginlik ilə işləyirlər. Amma fərqli gərginliklə işləyən notebooklar da mövcuddur. Oyuncu notebooklarında bu gərginlik dəyəri 25 volta kimi çıxa bilər. Notebooklarımızın daxilində switching funksiyasının olmadığını sizə demişdim. Bunun əvəzinə notebookların daxilində DC-DC, yəni düz cəryanı düz cəryana çevirən bir konverterlar mövcuddur. Yəni, yenə də notebooklarımızın komponentləri də sadəcə 19 volt ilə çalışmır. Müxtəlif komponentlər müxtəlif gərginliklərlə çalışır və bundan ötürü də alınan 19 volt düz gərginliyi özlərinə ehtiyac olan daha aşağı düz gərginliklərə çevirən DC-DC konverterlardan istifadə olunur. Həm masaüstü kompüterimiz, həm də notebookumuz AC və DC gərginliklə necə çalışdığını anladıq dostlar. İndi isə sizlərə alternativ enerji mənbələri haqqında danışacağım. Amma alternativ enerji mənbələri haqqında danışmazdan əvvəl sizlərə kursumuz haqqında məlumat vermək istəyirəm.
Uğur IT Akademi kursunda Helpdesk, şəbəkə adminliyi, şəbəkə təhlükəsizliyi, informasiya təhlükəsizliyi, Python proqramlaşdırma dili, SQL kimi IT-nin müxtəlif qolları tədris olunur. Kursumuz haqqında və sadaladığım bu dərsliklər haqqında əlavə məlumat almaq istəsəniz, sizlərə ən sonda paylaşacağım LinkedIn və Instagram hesablarımızdan bizimlə əlaqə saxlayıb bunlar haqqında sual soruşa bilərsiniz. İndi isə keçirəm notebooklarımızın bataryası haqqında danışmağa. Burada sizlərə iki fərqli batarya şəkli göstərirəm. Sol tərəfdəki batarya bizim bir neçə il bundan əvvəl kompüterlərimizdə istifadə etdiyimiz batarya tipidir. Sağ tərəfdəki batarya isə günümüzdəki yeni notebooklarımızda istifadə etdiyimiz bataryalardır. Bunların hər ikisinin rolu eynidir. Sadəcə fiziki formaları fərqlidir. Sol tərəfdəki şəkildəki bataryanı biz kompüterimizi sökmədən rahat şəkildə çıxarda bilirik. Amma sağ tərəfdə günümüzdə istifadə olunan notebookların bataryasını kompüterimizdən ayırmaq istəsək biz əvvəla kompüterimizin arxa hissəsini açmalıyıq. Günümüzdəki notebookların batarya ömrünün 6-8 saat arası normal hesab olunur. Amma bu kompüterin təyinatına görə dəyişir. CPU-sunda U hərfi olan Power Efficiency tipli notebooklar 8-10 saata kimi enerji saxlaya bilirlər. Amma High Performance tipli yüksək performans göstərmə təyinatlı CPU-su olan kompüterlərdə bu batarya ömrünün 4-5 saata qədər düşdüyünü görə bilirik. Gəlin UPS nədir buna baxaq. UPS elektrik enerjisi kəsilən zaman bizim cihazımıza elektrik enerjisi verən qurğunun adıdır. UPS-in bir də çox yaxşı bir xüsusiyyəti ondadır ki, o elektrik dalğalanmaları zamanı bizim cihazımızın bundan təsirlənməsinin qarşısını ala bilir. UPS-lərdə iş rejimi adətən bypass rejimində təyin olunur. Bəzi UPS-lərdə xüsusi bir rejim seçmə düyməsi yoxdur, amma onlar da yenə də bypass rejimində çalışırlar. Amma digər UPS-lər var ki, onlarda rejim dəyişdirmək mümkündür və onların da rejimini dəyişdirərək adətən bypass rejimində istifadə edirlər. Bypass rejiminin nə olduğunu anlamaq üçün gəlin belə bir təsəvvür yaradaq. Bizim UPS-imiz elektrik şəbəkəsinə bağlı olur. Yəni, dəyişən gərginliyi UPS-imiz alır və UPS-imizin üzərində output portu olur. Yəni, bizə enerji təminatı elədiyi bir port var. Bu enerji təminatı elədiyi portuna biz cihazımızı qoşuruq və bu zaman bizim cihazımız UPS üzərindən dəyişən gərginliyi alır və yenidən sizə daha əvvəl dediyim AC-DC çevirməsi yerinə yetirir, düz gərginliyi əldə edir. UPS-imiz bypass rejimində olan zaman, əgər elektrik şəbəkəsində elektrik kəsintisi baş verərsə, UPS-in üzərindən qoşulan cihazımızın heç bir kəsinti yaratmadan işini davam eləməsinə kömək edir. Qida dayağında AC gərginlik seçimlərinə baxaq. Sol tərəfdə masaüstü kompüterin qida blokunda görürük ki, bir açar var. Üzərinə 115 volt yazılıb. Bu 115 volt gərginliyi, yəni dəyişən gərginliyi 110 volt olan ölkələrdə istifadə olunması üçün seçilmişdir hal-hazırda. Amma ki, biz bu açarı dəyişdirərək 220 volta çevirə bilərik və dəyişən gərginliyi 220 volt olan ölkələrdə də biz bu qida blokundan istifadə edə bilərik. Ortadakı şəkildə US, Avropa və UK tipli enerji başlıqlarını görə bilirik. Təbii ki, biz Avropa tipli enerji başlıqlarından istifadə edirik. Sağ tərəfdə isə bir AC-DC adapteri görürük. Bu adapterin üzərində bizim diqqət yetirməli olduğumuz xüsusi bir məqam var. O da ki, input AC 100 və 240 volt yazılıb. Bu nə mənaya gəlir? Biz bu adapter başlığını həm dəyişən gərginliyi 220 volt olan ölkələrdə, həm də dəyişən gərginliyi 110 volt olan ölkələrdə istədiyimiz kimi rahat şəkildə istifadə edə bilərik. Bunu tənzimləyən isə adapterin özü olur. Masaüstü kompüterlərin qida blokunda bu açar olmayanlar da olur. Artıq biz onlarda həmin bu adapterlərdə olan 100-240 volt funksiyasının aktiv olduğunu anlaya bilərik. Yəni, bizim hər hansı xüsusi bir açara ehtiyacımız yoxdur ki, bu qida blokunu dəyişən gərginliyi 110 volt və yaxud da ki 220 volt olan bir elektrik şəbəkəsində istifadə edən zaman seçim edək. Dostlar, kompüterlərimizin və elektron cihazlarımızın enerjiləri haqqında danışacaqlarım bu qədər idi. Bu videomuzu burada yekunlaşdırıram. Sizlərə söz verdiyim kimi, kursumuzun LinkedIn və Instagram hesablarını, linklərimizi və onlara rahat əlçatanlığınızın olması üçün QR kodları təqdim edirəm. Bizimlə əlaqə saxlamaq istəsəz, LinkedIn və Instagramdan əlaqə saxlaya bilərsiniz dostlar. Diqqətiniz üçün təşəkkür edirəm. Hələlik izləmədə qalın, yeni videolar gələcək.